Ellərin taleyi də insan taleyi kimidir. Zamanın gərdişində firavan şad xürrəm olan vaxtı da olur, xarabalığa dönən zamanı da. Bir zamanlar Göyçə dağlarının qoynuna sığınmış daşkən dili Rus-Erməni fitvası ilə pərən-pərən oldu. Ötən əsrin 50-ci illərdə deportasiya adlandırılan haqsızlıq fırtınasına düçar olan daşkəndilər yiyəsiz kimi dağlardan, isti yurtlarından Aran bölgəsinə, Bərdənin düzlərinə gətirildilər. Bu çinər ağacları şahiddir ki, o vaxt bir el onun budaqları yarpağı altına sığınmışdı. Göyçədən bir el gəldi, ürəyi tel-tel gəldi. Deportasiya başladı, qəza dolu sel gəldi. Bəli, bir qəza seli gəldi ki, bu sel Qərbi Azərbaycanın hər yerini tutdu, o cümlədən Göyçə mahalını tutdu. Onda bu kənddə deportasiya olundu Göyçənin mahalının Daşkənd kəndindən və gəldilər, bura töküldülər. Bax, bu çinarların dibinə töküldülər. Yayın isti vaxtında, may ayı idi, onda mənim 11 yaşım var idi. 4-cü sinifdə oxuyurdum. İndi elə Qarabağlıyam. Mənim elə bir anam Göyçədir, bir anam da Qarabağdır. Bir şeirimin birində deyirəm ki, qoşalaşıb həsrətimin düyünü. Biri Qarabağdır, biri də Göyçə. İndi elə həmin kanalıyam. Biri Qarabağ, biri də Göyçə. İkisi də mənim üçün gün həsrətə dönübdür. Göyçə həsrətimiz mənə elə gəlir ki, əbədin iskildir. Xudavənd-i Kərim Allah Qarabağın iskilimizi gümana çevirsin, ümidə çevirsin ki, biz Şuşamızı, Laçınımızı və qeyri yerlərimizi alaq. Soruşursan məkanımı, yurdumu, mənim yurdum Xankeytidir, Mirovdur. O yurtların həsrətini çəkməkdən görmürsən, saç daqqalım qırovdur. Bir üzüm Kəlbəcər, bir üzüm Göyçə, onlar bir ananın döşüdür məncə. O ellərin talihinə gəlincə, yarı qaşqın, yarı köşkün girovdur. Nəfəsimin yeli çatmaz o yurda, gözlərimin seli çatmaz o yurda, Şuriyyənin əli çatmaz o yurda, nəkəm ömrü əcəl üçün bir ovdur. Qoşalaşıb həsrətimin düyünü, biri Qarabağdır, biri də Göyçə. İki niskili var qəmli könlümün, biri Qarabağdır, biri də Göyçə. Göyçə nəfəs verib Qarabağ həyat, Göyçə həvəs verib Qarabağ busat. Qansızan yaralı cüt qoşa qanat, biri Qarabağdır, biri də Göyçə. Biri saz götürüb, biri kaman, tar, Ələsgər, Üzeyir, şair, bəstəkar. Mənə ustad olan bu iki diyar, biri Qarabağdır, biri də Göyçə. Sərraf Şuriyyəyəm, bu bir cüt sözüm, bu bir cüt sevimlim, bu bir cüt gözüm, bu bir cüt müqəddəs ocağım, közüm, biri Qarabağdır, biri də Göyçə. Qarabağ uğrunda çox yiğitlərimiz getdi, çox yiğitlərimiz özünün qəhrəmanlığını göstərdi. Bu kənddən də Qarabağ uğrunda çox yiğitlər şəhid olubdur. Şimdi mən o şəhidlər xiyabanını mən sizə göstərərəm. Bu yiğitlər Hacı Rəhimin nəvələridir, Məşədi Qasımın nəvələridir. Məşədi Qasım o vaxtı öz dəstəsi ilə 1918-ci ildə Ağdamın Əskərən qalasını saxlayıb. Hacı Rəhim erməni generalı Göyçəyə qan uduzduran erməni generalı Seliqovun başını kəsən Hacı Rəhimdir. Bu köhnə müsavatçı Sultan bəyin silahdaşlarından biri olub, Bəhlul Beccatla Ağdərə yolunu kəsən Hacı Rəhim olubdur. Və Sultan bəy ona bir qılınc, bir də bir Quran bağışlayıbdır. Mən arz eləyərdim ki, bu şəhidlərin abidəsi, bu vətən yolunda gedən yiğitlərin heykəli Kəlbəcərdə qoyulsun, Şuşada qoyulsun, Laçında qoyulsun, Qubadlıda qoyulsun. Çünki onlar canlarını vətən yolunda qurban eləyib. Mənə elə gəlir ki, vətənə biganəlik ən böyük cinayətdir. Vətənə, millətə biganəliyi könül sirdaşıma bağışlamaram. Tapdanan ilqarı, tapdanan haqqı doğma qardaşıma bağışlamaram. Hər kəs almalıdır öz qiymətini, əyri-əyri, düz də düz qiymətini. Abidin 100 illik ibadətini axan göz yaşıma bağışlamaram. Şuriyə itirən ləyaqətini, satar həm vətəni, həm millətini, düşmənin sonraki mərhəmətini tapdanan daşıma bağışlamaram. Vətən, ana bunlar əkizdir. İnsanın ilk beşiyi də vətəndir, son beşiyi də vətəndir. Ey vətən, müsəllah əskərinəm mən, hər ağır səfərə mən getməliyəm. Məni böyütmüsən bir igid kimi, döyüşə, səngərə mən getməliyəm. Sən mənə cəsarət, qeyrət vermisən. Koroğlu qanından cürət vermisən. Babət qollarından qüvvət vermisən. Hünərə, zəfərə mən getməliyəm.
qoy qanım yolunda tökülsün yerə, qovuşun müqəddəs o şəhidlərə. Ey vətən, səninlə xoş müjdələrə, hər aydın səhərə mən getməliyəm. Vətənə keşik çəkib, oyaq olmamısansa, düşməni susturacaq, yaraq olmamısansa, el obaya dar gündə dayaq olmamısansa, elin üstünə qayğın, azarın niyə düşsün? Bir yazığa əl tutub fikir çəkməmisənsə, bir çiçək saralanda boyun bükməmisənsə, bircə ağac bastırıb bir gül əkməmisənsə, o bağa, o bağçıya güzarın niyə düşsün? Bir qəlbi isitməyə odun, közün yoxdursa, quru təsəlli üçün şirin sözün yoxdursa, bir torpağın üstündə əgər izin yoxdursa, bu torpağın qoynuna məzarın niyə düşsün? Geri qayıdaydım ömrün illəri, birincin olaydım təzədən kaş ki. Boyum çatmasa da qalxıb stola ilk zəngi çalaydım təzədən kaş ki. Ahtı hərfi ilə ata yazaydım, anı hərfi ilə ana yazaydım, dığını hərfi ilə dana yazaydım, yağlı beş alaydım təzədən kaş ki. O parta yoldaşım, o gözəl qızım, oğlanlar qorxduğu o dəcəl qızın, şirnelimi tökən o çəpəl qızın saçını yolaydım təzədən kaş ki. Könül, bu yaş hara, bu istək hara, nağıl mı söylərsən sən uşaqlara, günahım üstündə üzü divara bir saat qalaydım təzədən kaş ki. Qazan obasıdır, beyrək yurdudur. Bu dağlar yadlara səngər olanmaz. Əyməyib baş, əyməz qarı düşmənə, tərpənib yerindən ləşkər olanmaz. İndi hər iki qıtiyə yetir sorağım, gələcək tarixdən hünər varağım. Görüb köləliyin dadını xalqım, bir daha özgələr mehdər olanmaz. Erməni, üst tutub deyirəm sənə, Koroğlu qılıncı işləkdir yenə. Yurduma göz dikən yağı düşmənə, mənim nifrətim tək zəhər olanmaz. Bilirsən, hər sərvət bu torpaqda var, zərrəsi yadlara çox çətin çatar. Əbəsdir dünyaya yaydığın qərar, İrəvan sizlərə şəhər olanmaz. Mən çox yaradıcılığımda təltiflər almışam. Qızıl Qələm mükafatı almışam. Məmməd Araz mükafatı almışam. Həsən bəy Zərdabi adına diplom almışam. Yazıçılar İttifaqının üzüyəm, Jurnalistlər İttifaqının üzüyəm. Bu təltiflər mənə elə gəlir ki, kiçik təltiflərdir. Mənim ən böyük təltifim ondan ibarətdir ki, biz o girov torpaqlarımızı alaq, Laçınımızı alaq, Şuşamızı alaq, Kəlbəcərimizi alaq və onda mən elə bilərəm ki, ən böyük təltiflər mənə verilibdir. Bir addım geriyə çəkilmərəm mən, bircə daş, bir ovuç torpaq vətəndir. O torpaq üstündə bitən hər kökün göyərtdiyi yarpaq budaq vətəndir. Ya şəhid olmalı, ya qalib gərək, ya azadlıq tapsın, ya susun rək. O torpaq üstündən əsən hər külək, hər bir kü, hər adi sazaq vətəndir. Döşünü səngərə möhkəm sıxı git, vətən sərhəddinə sən bir kilit, hər adi bir bələ, adi bir keçid, hər bulaq, hər sızqa bulaq vətəndir. Darıxmasın ellərimiz, qayıdışımızla, neçə vaxt həsrət qaldıqları ayaqlarımızın izləri ilə o yurtları sevindirəcəyimiz gün qabaqdadır. Bizsiz cadar-cadar olmuş torpaqlarımız qəmə büryan olmasın. Hələ orada çox səfləsi toxumlarımız, salması bağlarımız, tikiləsi yurtlarımız var. Analarımızın o torpaqda, o yurtlarda düşmənə səfər ola biləcək çox övladlar böyütməsi var. Hələ dünyanın sonu deyil.
Qabaqda düşmənlə haqq hesab çəkəsi zamanımız var. Yağı sevinməsin haqsızlığın, haramlığın vəqqəti qələbəsinə. Bu torpağın övladlarının ayağa qalxıb haqsızlığa qalib gəlib, zəfər nəğməsi, qələbə şərqisi oxuyacağı gün var. O gün mütləq gələcək.